Daxili İşlər Nazirliyi əvvəlcə hadisənin yavaşladılmış videosunu yaymışdı. İctimaiyyətin təzyiqindən sonra hadisənin az yavaşladılmış videosunu yaydılar. Yol polisinin en azı 120'den yukarı sürətlə getdiyi göz önündədir. 150 hardasa vurur 150'ni. 120'den yukarı. İndi bunlar 120 deyirsə, yəqin ki, hökumət 120 deyirsə, yəqin ki 150, 160, 180'dir. Niyə speedometri göstərmirlər? Ağı polis maşınlarının kamerasında da içərisi də çəkilə bilir. Daxili İşlər Nazirliyindən bildiriblər ki, yol polisi yüksək səs siqnallarından istifadə edibdi. Yalan deyirlər. Videonun üstündə səs montaj edilibdi. Açıkça aydındır ki, videonun üzerinde sirena çalınmayıbdı. Birisi de polis yüksek sürətlə gedə bilər, sürət hədini o vaxt aşa bilər ki, sirena verirsən, vıy sirena. O sirena o maşının sirenası değil, montaj edilibdi. Bunu mənə atanlar ilə özləri polis idarəsində generallardı. Üstəlik də, əgər polis səs signaldan istifadə etsəydi, oradakı uşaqların da diqqətini cəlb eləyərdi, uşaqlar sirenaya tərəf baxardı. Düz değil mi? Bax bunu açıkça deyirəm də, subut da. Geldiniz siz şey oldunuz, nazir oldunuz. Duz satan qəssab köpək oğlu Vilayət Eyvazov. İtdən əmələ gələn. Bakın, əzəmətən, polis maşını sirena versəydi, o onun qabağına çıxmazdı, görərdi. O maşın Mercedes qabağına çıxmazdı. Bundan da əlavə, uşaqlar hamısı qabağa baxırlar. Uşaqlar en azından sirena gələn tərəfə baxardılar. Elə deyil mi? Görün necə biz bunların saxtakarlığını, cinayətlərini, bunların montajlarını necə ortaya çıxardırıq biz. Fikir verin, uşaqlar sakitcə deməli səki yolu ilə gedir, heç dala da baxmır. Birbaşa maşın bellərinə minir. Polis de çok sürətlə hərəkət etdiyi üçün hadisə anı bir anda baş verir. Uşaqlar dönüb arxaya baxmağa belə məcal tapmır. Yol polisi içkili olubdu, piyan olubdu, səhər xaşdan vurubdu, araqdan vurubdu. Xəstəxanada ondan götürülən analizdən bu aşkar olunub ki, deməli çox güclü arağın təsiri altında olubdu. Deməli deyilmədələrim, polislər niyə üzlərini bağlayırlar? Dəqiq öyrənmişik ki, polislər üzlərini niyə bağlayırlar? Həmin polislərin anası, bacısı və ya həyat yoldaşı əxlaqsızlıqla məşğuldur. Onlar üzlərini açsa, jurnalistlər onları ortaya çıxardıb tanıyacaqlar. Bir qismi də Yezidi Kürtlərdir. Ona görə bağlayırlar üzünü. Bunu elə belə söz gəlişi demirəm. Dəqiq məlumatdır. Bu şəxslərin üzü açıq olsa jurnalistlər araşdırıb həmin şəxslərin kimliyini müəyyən edə biləcəklər. Bunların ailəsi hansı əxlaqın sahibi də ortaya çıxardacaqlar. Ona görə də polislərin çoxsu üzünü bağlayır. Üzünü bağlayan polislərin hamısının anası, bacısı, arvadı quşdur, şeydir də belə, çırıqdır. Rayonlardakı polislərin çoxu bir-birini tanıdığı üçün üzlərini deməli bağlamırlar. Ya da insanların üstünə çox da təzyiq göstərə bilmirlər. Hazırda İmişlidəki sakinləri də həbs edənlər Bakıdan göndərilən polislərdir. Bütün regionda, cənub bölgəsində, hamısında, qonşu rayonlarda interneti durdurublar. Bu İlham Əliyevin qorxaqlığına xəbər verir. Gədəbəydə soyudlu hadisələrində eyni ilə həmin şəxsləri Bakıdan Gədəbəyə göndərmişdilər. Yerli polis döymürdü. Deməli, polisin üzünə var yoxunu söylürlər. Polis təsir edə bilmir. Belə dirənişlər daimi olarsa, daha da polisler geri adım atar, insanlara zorakılıq göstərə bilməz. Polis signalı, o vıy signalı en çok uşaqların diqqətini cəlb eləyir. En çok, elə harda olsa da uşaqlar, mən böyle olurlar. Almanya'da belə harda olsa axtarıram görüm hara getdi. Pajardadır yoksa yol polisi demək. İster polis yanğın söndürən olsun, ister xüsusi təyinatlı nəqliyyat vasitəsi olsun. Axırı ki, sirena çalındısa, hələ o alabula işvar yandısa, inan hamının diqqətini cəlb eləyir. Görürsün, uşağın maşın belinə minənə kimi, uşaqların maşın üstüne çıkana kimi, uşaqlar dala baxmırlar. Sirena olsaydı uşaqlar dala baxardı. Hadisəni görüb bəlkə də geri çəkilərdilər. İtki az olardı. Sirena çalınmayıb. Sirena çalınmayıb. Ay arvadı çalın Vilayət Eyvazov. Sirena çalınmayıb. Ay kim nazır? Vilayət Eyvazov. Səni cibimdə gəzdirərəm hə. Mən bu şərəfli xalqın şərəfli evladı Qabil Türkoğluyam. Sizin dövlət təhlükəsizlik xidmətinizi də, sizin Daxili İşlər Nazirliyinizi də, sizin beyin mərkəzinizi də cibimdə gəzdirərəm köpək oğlu.